Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə sosial şəbəkədə paylaşım edib. Doğru Xəbər Azərbaycan bildirir ki, paylaşımda deyilir: Əziz bacı və qardaşlarım, sizə və dünyanın müxtəlif güşələrində yaşayan bütün soydaşlarımıza Ramazan təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi bərəkət arzulayıram. Allah orucunuzu və dualarınızı qəbul etsin. Ramazan bayramınız mübarək. Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədə Ramazan bayramı münasibətilə paylaşım edib. Paylaşımda deyilir: Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Uca Tanrı etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin. Bütün insanlara sağlamlıq və səadət, dünyamıza əmin-amanlıq və xoş günlər bəxş etsin. Heydər Əliyev Fondunun vitse-prezidenti, İdeya İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva da Ramazan bayramı münasibətilə paylaşım edib. Doğru Xəbər Azərbaycan bildirir ki, bu barədə Instagram hesabında görüntülər paylaşıb.